Almatıda Gəncəbek İsmailov yol hərəkəti qaydalarının pozulması ilə bağlı cəriməni ChatGPT-nin köməyi ilə ləğv edib. Məhkəmədə 10 dəqiqə ərzində ChatGPT hakimə düzgün cavablar verib və nəticədə məhkəmə onun xeyrinə qərar verib. Bundan sonra vəkil lazımdır. ChatGPT hər şeyi həll eləyir. Ay, bu ChatGPT nədirsə, cəmaatın çörəyin əlindən alır da. Ay, başa dönüm. Boşanmalar zad olanda bu ChatGPT görən kömək eləyə bilirmi? Deməli, mən qüdrətdən boşanıram. Onun adına olan hər şeyi bölməkdə, sonra uşaqlara aliment almaqda mənə kömək eləyə bilərsən? Salam məhəbbət. Durduğu yerə boşanmaq olar. Buna görə sənin çox tutarlı səbəblərin olmalıdır. Məsələn, onun sənə xəyanətini fakt olaraq sübut etməli, qazandığı vəsaiti ailəsinə yox, eyş və işrətə və yüngül əxlaqlı qadınlara xərcləməyini sübut etməli, pis vərdişlərinin olmasını sübut etməlisən. Əgər bunlar yoxdursa, Allahına şükür elə və qaxıl otur yerində. Sağ ol ChatGPT.